Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin ibtidai sinif müəllimi, həmçinin Azərbaycan dili və kurikulum müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 30 mart tarixində 2-ci sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyim. İlk 20 sual Azərbaycan dili sualı, növbəti 20 sual isə riyaziyyat sualıdır. Başlayaq sualların izahına. Sual 1. Hansı variantdakı saitləri ardıcıllıqla aşağıdakı sözlərdən nöqtələrin yerinə qoyduqda söz yaranar? Demək olacaq yol, dağ, bir də duz. Yol, dağ, duz. B variantı. Adları elə düz ki, onların baş hərflərindən sait sözü alınsın. İmran, Sevda, Tural, Aytən. Sait sözü alınması üçün S ilə başlamalıdır. B-də Turalı çıxardaq. Sait sözü alınması üçün S-dan sonra A gəlməlidir. Sevdadan sonra amma İmran gəlib çıxartdıq. Qaldı C variantı. Sevda, Aytən, İmran, Tural. İndi bunların baş hərflərinə baxaq. S, A, İ, T. Sait sözü alındı. C variantı. Verilmiş sözlərdən hansıları əlamət bildirir? Çanta, qırmızı, böyük, yazdı, kiçik, uşaq, oxudu. B variantında çanta, uşaq ad bildirir. C variantında yazdı, oxudu, hərəkət bildirir. A variantında qırmızı, böyük, kiçik əlamət bildirir. A variantı. Hansı sözlər yaxın mənalı deyil? Gözəl, göyçək, kiçik, balaca. Bunlar yaxın mənalıdır. Oturmaq, durmaq əks mənalıdır. C variantı. Kitabxana sözünü sətirdən sətrə necə keçirmək olar? A variantında kitabxanada A-nı təkcə növbəti sətrə keçirmək olmaz. C variantında da A-nı təkcə növbəti sətrə keçirmək olmaz. Qaldı B variantı. Kitabxana. Bu formada sətirdən sətrə keçirmək mümkündür. Lüğətdə bibi sözündən sonra hansı söz gələ bilər? Bilək, ayaq, alça. A-lar B-dan əvvəldir. Ona görə B ilə C-ni qoya bilmərik. Götürə bilmərik. Bibi, sonra da nə gələ bilər? Bilək. A variantı. Azərbaycanın rayon adlarını əlifba sırasına uyğun düzün. Zaqatala, Tərtər, Balakən, Ağsu. Təbii ki, birinci A ilə başlayacaq. Demək, A variantı çıxdı. Çünki Zaqatala ilə başlayıb. Qaldı B ilə C, Ağsu, Ağsu. Ən axırıncı A'dır Zaqatala. Z. Ən birinci A'dır, sonuncu da Z-dır. O da olur B variantı. Ağsu, Balakən, Tərtər, Zaqatala. Otaq sözünün sonunda hansı səs tələffüz olunur? Otaq yazılır, otaq tələffüz olunur. A variantı. Hansı sözdə o saiti fərqli tələffüz olunur? Otaq, kartof, bunlarda elə odur. Komandir olacaq komandir. O A kimi tələffüz olundu. B variantı. Hansı variantda həm ad bildirən, həm də canlı varlıq verilmişdir? Daş soyuq, canlı deyil. Səliqəli divar, canlı deyil. Müəllim, baba, canlıdır. Həmçinin ad bildirir. Kim, müəllim, kim, baba, canlıdır və ad bildirirlər. C variantı. Fəal danışıq üzvləri hansılardır? Ağciyərlər, nəfəs borusu, dil, dodaqlar, səs telləri, qırtlaq, burun boşluğu, ağız boşluğu. Fəal danışıq üzvləri dil, dodaqlar, səs telləri. B variantı. Hansı söz səhv yazılıb? Yorğun, idarə, düzgün yazılıb. Noxud yazılmır. Noxuddu yazılır. T əvəzinə D. B variantı. Hansı sözdə iki samit yanaşı işlənib? Cəbrayıl, B-r yanaşı işlənib. Belə A variantıdır. Füzuli, Şuşa. Bunlarda iki samit yanaşı işlənməyib. Əks mənalı sözlərdən yaranan mürəkkəb sözdür. Şirin, şirin. Demək, əks mənalı sözlərdən yaranan mürəkkəb sözdür. Şirin, şirin, bunlar ikisi eyni sözdür. Sonra qalan, sağ, bunlar yaxın mənalıdır. Xeyir, şər, mürəkkəb sözdür. Defislə yazılıb və əks mənalıdır. Xeyir, şər, əks mənalıdır. Əks mənalı sözlərdən yaranan mürəkkəb söz xeyir, şər, C variantı. Hansı sözdə larlər şəkilsi fərqli tələffüz olunmur? Quşlar, quşdar, qoyunlar, qoyunlar, bunlarda fərqli tələffüz olundu. Güllər yazılır, elə güllər də tələffüz olunur. Larlər fərqli tələffüz olunmur. C variantı. X səsi hansı sözdə var? Qayıq yazılır, qayıq tələffüz olunur. Cavab elə A variantıdır. Üfüq yazılır, üfüq tələffüz olunur. K. Toqqa yazılır, toqqa tələffüz olunur. Biri Q, biri K. Biri quruluşsa fərqlidir. Saat quruluşsa sadədir. Gözü tox quruluşsa mürəkkəbdir. Göz və tox sözlərinin birləşməsindən yaranıb. Aynur da quruluşsa mürəkkəbdir. Ay və nur sözlərinin birləşməsindən yaranıb. Saat isə sadə sözdür. Göz tox, aynur, mürəkkəb, saat, sadə. A variantı. Ünsiyyətə nə mane ola bilər? Nəzakətli olmaq, səmimi olmaq ünsiyyətə heç bir maneçilik törətmir. Mane yaratmır. Utancaq olmaq ünsiyyətə mane ola bilir. Əgər insan utancaqdırsa, çətin ünsiyyət qura bilir. C variantı.
Hansı təbiət hadisəsi deyil? İldırım çaxması, çay daşması bunlar təbiət hadisəsidir. Amma krandan su axması təbiət hadisəsi deyil. B variantı. Sual 20. Hansı söz birləşməsinin tərəfləri arasında uyğunsuzluq var? Yaşıl yarpaq, şirin çörək olur, amma dadlı söz olmur axı. Məsələn, dadlı yemək ola bilər. C variantı. Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. 26, 13, 38, 44, 21 ədədləri artan sıra ilə düzün. A-da 44 ilə başlayıb bunu götürə bilmərəm. Məsələn, C-də 44-dən sonra 38 gəlib, bunu da götürə bilmərəm. Artan sıra deyirsə, kiçikdən böyüyə düzməliyəm. 13, 21, 26, 38, 44. 13, 21, 26, 38, 44. B variantı. Güldandan 14 gül götürdükdən sonra 6 gül qaldı. Güldanda əvvəlcə neçə gül vardı? Güldanda əvvəlcə neçə gül olduğunu tapmaq üçün 14 ilə 6-nı toplayacağam. 14-ün üstünə 6 gəlirəm, 20 gül. Demək, güldanda əvvəlcə 20 gül var idi. 20 gül var idi, 14-ün götürəndən sonra 6-sı qalmış olur. C variantı. 73 üzərinə gəlsin 21. 3-ün üstünə 1 gələndə 4, 7-nin üstünə 2 gələndə 9, 94. A variantı. 36 çıx 21, 6-dan 1 çıxanda 5, 3-dən 2 çıxanda 1, 36-dan 21 çıxanda 15. Müqayisə edin. 2 vur 7, 14, 7 vur 2, 14, 14, 14-ə bərabərdir. A variantı. Zeynalın 20 manat pulu var idi. Zeynal 4 manatda karandaş, bundan 2 manat baha test aldı. Zeynal nə qədər pul xərclədi? 4 manata karandaş alıb, bundan 2 manat baha test alıb. Karandaşdan 2 manat baha test alıb. Demək, testin qiyməti neçəyədir? 4-ün üstünə 2 gəlirəm, 6. 4 manata karandaş alıb, 6 manata test alıb. 4-ün üstünə 2 gəldim, 6. 4 manata karandaş, 6 manata test. Cəm nə qədər pul xərclədi? 4-ün üstünə 6 gəlirəm, 10 manat. 20 manat pulu var idi, 10 manatını xərcləyir. A variantı. 3 ilə 11 arasında neçə tək ədəd var? 3 ilə 11 arasındakı ədədlər hansılardır? 4, 5, 6, 7, 8, 9, 10. 7 dənə ədəd var. Amma deyir ki, təklər. Təklər hansılardır? Demək, 5, 7, 9. 5, 7, 9. Hə, oldu C variantı 3 dənə. 10 qəpik və 4 qəpiyin cəmi 10 qəpikdən nə qədər çoxdur? Demək ki, 10 qəpik və 4 qəpiyin cəmi 10 qəpik ilə 4 qəpiyi toplayanda neçə qəpik eləyəcək? 14 qəpik eləyəcək. 14 qəpik 10 qəpikdən nə qədər çoxdur? 14-dən 10-u çıxıram 4. 14 qəpik 10 qəpikdən 4 qəpik çoxdur. B variantı. Bir qələm 20 qəpiyə satılırsa, 4 qələm almaq üçün aylin satıcıya nə qədər pul ödəyər? Bir qələm 20 qəpikdir. 4 qələm neçədir? 20, 40, 60, 80. 4 dənə 20 qəpiklik, 80 qəpik. B variantı. Tünzalə 20 almanın 15-ini qardaşına verdi. Neçə alma qaldı? Neçə alma qaldığını tapmaq üçün 20-dən 15-i çıxmalıyam. 5 alma qaldı. A variantı. Verilən ədədi yazın. 6 onluq 2 təklik. 6 onluq 2 təklik A variantıdır. Məsələn, B variantında 7 onluq 2 təklikdir. C variantında 2 onluq 6 təklikdir. Sonra 12. Müqayisə edin. 45 54-dən kiçikdir. Kiçikdir işarəsi C variantındadır. Ləman sırada ikincidir. Natiq Ləmandan sonra dayanıb. Natiqdən sonra sırada daha 8 nəfər dayanıb. Sırada cəm neçə uşaq dayanıb? Ləman sırada ikincidir. Natiq Ləmandan sonra dayanıb. Oldu 3-cü. 3 nəfər var. Natiqdən sonra sırada daha 8 nəfər dayanıb. 3 nəfər var. Daha 8 nəfər də dayanıb. Sırada cəm neçə uşaq dayanıb? 8-dən 3-ü toplayacağam. 11 uşaq dayanıb. B variantı. Cəmi tapın. 30 üstə gəl 18. Yəni 30-un üstünə 18 gəlirəm. 30-un üstünə 10 gələndə 40, 40-ın üstünə 8 gələndə 48. 30-un üstünə 18 gələndə 48. A variantı. Stolda 24 stəkan və bundan 20 ədəd çox boşqab var. Stolda neçə boşqab var? Deyir ki, boşqab stəkandan 20 ədəd çoxdur. Neçə dənə boşqab var? 24 ilə 20-ni toplayacağam. 44. B variantı. Azalanı tapın. Azalan, çıxılan fərq. Azalanı verməyib, çıxılan 12, fərq 34-dür. Azalanı tapmaq üçün 34 ilə 12-ni toplayacağam. 4-ün üstünə 2 gələndə 6, 3-ün üstünə 1 gələndə 4. 34 ilə 12-ni toplayanda 46. Demək, azalan 46-dır. A variantı. Sənan kompüter oyununda hər 5 xala əlavə 1 cəhd qazanır. O, 15 xal yığarsa neçə cəhd qazanmış olar? Hər 5 xala 1 cəhd qazanır. 15-in içində neçə dənə 5-lik var? 5, 10, 15, 15-in içində 3 dənə 5-lik var. 5, 10, 15, 15-in içində 3 dənə 5-lik var. Hər 5 xala 1 cəhd qazanır. 3 dənə 5-lik, hər 5-liyə də 1 cəhd isə neçə cəhd olur? 3 dənə də cəhd olur. C variantı. Mart ayının ilk bir həftəsi yağışlı keçdi. Qalan günləri isə
günəşli keçdi. Mart ayında neçə gün günəşli keçdi? Demək ki, mart ayı neçə gündən ibarətdir? Mart ayı 31 gündən ibarətdir. Mart ayının ilk bir həftəsi yağışlı keçdi. Yəni 7, bir həftə 7 gündür axı. 7 günü yağışlı keçib, qalan günlər günəşli keçib. Demək, mart ayı 31 gündən ibarətdir. 31 günün bir həftəsi, yəni 7 günü yağışlı keçib, qalan günü günəşli keçib. Neçə gün günəşli keçib? 31-dən 7-ni çıxıram, 24 günü günəşli keçib. A variantı. 19. Bir qələmin qiyməti 20 qəpikdir. Aslan satıcıya 1 manat pul verdi. Satıcı ona neçə qəpik qaytarmalıdır? 1 manat 100 qəpik deməkdir. 100 qəpik deməkdir. 1 manat 100 qəpik deməkdir. Bir qələmin qiyməti də 20 qəpikdir. Aslan bircə dənə qələm alıb 20 qəpiyə. Bir qələmin qiyməti 20 qəpikdir. Aslan satıcıya 1 manat pul verdi. Satıcı ona neçə qəpik qaytarmalıdır? 100 qəpikdən 20 qəpiyə çıxıram, 80 qəpiyin qaytarmalıdır. B variantı. Kassir Sevinç xanıma 15 manat pul qaytardı. Sevinç xanımın aldığı ərzağın ümumi qiyməti isə 35 manat idi. Sevinç xanım kassaya nə qədər pul vermişdi? Kassaya nə qədər pul verdiyini tapmaq üçün 35-dən 15-i cəmləyəcəm. 50 manat pul vermişdi. Demək, 35 manatlıq məhsul alıb, amma 35 manat olmayıb, bütöv 50-lik verib, kassir də ona 15 manat qaytarıb. Kassir Sevinç xanıma 15 manat pul qaytardı. Sevinç xanımın aldığı ərzağın ümumi qiyməti 35 manat idi. Sevinç xanım kassaya nə qədər pul vermişdi, nə qədər pul verdiyini tapmaq üçün 35-dən 15-i toplayacağım. 50 manat pul vermişdi. Sevinç xanım kassaya 50 manat pul vermişdi. 50 manat pul vermişdi. 35 manatlıq ərzaq alıb, kassir də onun 15 manatını geri qaytarır. C variantı və bununla da sualların izahı yekunlaşdı.